Salam əziz şagirdlər, bugün növbəti sualımızın izahına baxacağıq. Gəlin baxaq görək sualımızda nə deyir? Cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Baxaq. Deməli, bu cədvəldə necə olacaqdır? Sütunun bir tərəfində bir nitq hissəsinin bir xüsusiyyətlər verilibdir. Digər hissəsində də bir dənə nitq hissəsindən danışılır və bunların ortada yazılan oxşarlıq da bunların oxşarlığı olmalıdır. Baxaq görək bu oxşarlıq hansı hissədə pozulmuşdur. Təsriflənən feili xəbər ola bilər. Əlbəttə ki, ola bilər. Təsriflənən feilin xüsusiyyəti nədir? Şəxsə görə, kəmiyyətə görə dəyişə, zamana görə dəyişə bilir. Biz ona görə onu təsriflənən feil adlandırmışıq. Əvəzlikdə bəli, feili xəbər ola bilər. Sual əvəzləri bütün nitq hissələrini əvəz edə bilər. Əvəz etdiyi nitq hissəsində xüsusiyyətini daşıyır. Əla. Deməli, bu A variantında heç bir uyğunluq pozulmuşdur. Ğ hərfi cümlənin və ya sözün əvvəlində gələ bilməz. Bəli, Ğ hərfinin Azərbaycan dilində bilirsiniz ki, söz yoxdur. Qoşmalarla da bəli, baxın, qoşmaları bir gözümüzün qabağına gətirək. Üçün, ötürü, haqqında, savayı, bu kimi qoşmalardır. Bu qoşmalarla biz necə sual, yəni söz işlədək, yəni cümlə başladaq. Bunlarla savayı, bununla necə cümlə başlasın? Üçün, bununla necə cümlə başlasın? Deməli, bu da bizim deməli variant olaraq doğrudur. Cümlənin və ya sözün əvvəlində nə qoşma, nə də Ğ hərfi gələ bilməz. Bağlayıcı mürəkkəbi ayrı yazıla bilməz. Niyə yazıla bilmir ki? Ya da, gah da, istərsə də. Yəni sonsuz sayda var. Bəli, sifətin, ismin ayrı yazanı yoxdur. Mürəkkəblərin ayrı yazanı yoxdur. Bu doğrudur. Qeyri-müəyyən təsirli kəlmə nə sualına cavab verə bilər? Doğrudur. Məsəldə ismin xüsusiyyətlərini daşıyaraq nə sualına cavab verə bilər? Doğrudur. Burunun sözü xəbər ola bilmir. Çünki burunun sözü təsirli kəldadır. Təsirli kəlda bilirsiniz ki, xəbər ola bilmir. Feili bağlama cümlədə yalnız zərflik ola bilir. Başqa cümlə üzvü olmur. Bu da doğrudur. Heç bir də xəbər ola bilmir.